Əgər cinayət hadisələrinin araşdırılması üzrə böyük bir akademiya formalaşmasaydı, yəqin ki, hazırda ətrafımızda milyonlarla cinayətkar dolaşar və milyonlarla da günahsız insan həbsxanalarda olardı. Çünki cinayətkarlar cinayət fikrinə düşəndə həmin hadisəni örtbasdır eləmək üçün də mükəmməl bir yalan uydururlar. Bu yalanlara uymadan həqiqəti üzə çıxarmaq da hər oğlun işi deyil. Söz açacağımız bu cinayət hadisəsi də göründüyü qədər sadə hadisə deyil. İlk baxışdan tamam ayrı mənzərə sərgiləyən hadisənin altında dəhşətli bir yalan yatırmış. 5 dekabr 2002-ci il tarixdə hadisə necə baş vermişdi? Başlayaq. 2002-ci ilin dekabrın 5-i Kürdəmirin Qurdbayram kəndində bir faciə baş verir. 9 yaşlı oğlan uşağı ov tüfəngi ilə ehtiyatsızlıq ucbatından 7 yaşında olan bacısını öldürür. İlkin məlumata görə uşaq ov tüfəngi ilə davranan zaman əli çaxmağa toxunub, atəş açılan zamanda qarşısında bacısı olub və qız atəşdən sonra dünyasını dəyişib. Meyit tezliklə yuyulub bastırılmağa aparılarkən bu barədə polisə məlumat daxil olub. Polis rəisi başda olmaqla qrup dəfnə müdaxilə edir və meyidi Kürdəmir xəstəxanasının patologiya və anatomiya şöbəsinə çatdırır. Rayon prokuroru o zamanki müstəntiq Qambayev Dəyanət Ənzəlioğluna zəng edərək hadisə barədə məlumat verir və ikinci Bakıdan rayona gələrək hadisəni araşdırmağa başlayır. 9 yaşlı uşaq yetkin yaşına çatmadığından onun müəlliminin, həkiminin və valideynin iştirakı ilə dindirilməsi başlanır. Dindirilmə olduqca çətin keçir. Çünki uşaq tez-tez ağlayır, anasını istəyir, normal ifadə verə bilmir. Bununla yanaşı uşağın tüfənglə böyük adamlar kimi davranışı da diqqət çəkir. O heç bir kömək olunmadan müstəntiqin qarşısında tüfəngin ülləsini qundağından qaldırır, yatağa patronları daxil edir və özü də yenidən tüfəngi əsas vəziyyətə gətirir. Tüfəngi açmaqda, patronları daxil etməkdə və bağlamaqda heç kəsin köməyi olmadan bunu uşağın bacarması təbii ki, bir çox şeylərin elə deyildiyi kimi getdiyinə işarə verir. Yəni, bu hadisə doğrudan da ehtiyatsızlıq ucbatından baş verdiyi və hadisəni 9 yaşlı uşağın törətdiyi bir illüziyası yaranır. Bu kimi uyğunluqlar istintaq prosesini çətinləşdirir. Uşaq əyani şəkildə bütün hadisəni göstərir və hadisəni necə törətdiyini deyir. Bunu əyani şəkildə etsə də, çəlimsiz bir uşağın tüfəngi götürməsi, doldurması və atəş açmasından təbii ki, şübhələr də qalmaqdaydı. Müstəntiq Dəyanət Qambayevi düşündürən bir məqam da var idi. Ballistik nəticəyə görə tüfəngdən təsadüfən atəş açmış uşaq özü də bundan xəsarət almalıydı. Yəni, atəş açılan zaman silah yüksək təzyiqlə geri itələnir. Tüfəngin qundağı çiyinə möhkəm sıxılmadığı halda zərbə hətta yetkin insanları belə zədələyə bilir. Bizim hadisədə isə tüfəng atəş zamanı 9 yaşlı uşağın sağ çiyninin ön hissəsini zədələməli idi. Bu zədə onun bədənində hematoma, yəni dərinin altına qan sızması halı yaratmalıydı. Eyni zamanda uşağın boyu və çəkisi nəzərə alındıqda növbəti ardıcıllıq olmalıydı. Uşaq yıxılmalı və yerə düşdüyü zaman kiçik də olsa zədələnməli idi. Uşaq tibbi müayinəyə verilir, müayinə uşağın atəş açdığını inkar edir. Çünki onun bədənində xırda zədə də olsa yox idi. Amma uşaq elə öyrədilmişdi ki, həqiqətə yaxın durmaq rahat görünmürdü. Eyni zamanda onun azyaşlı olması, tez-tez ağlaması da müstəntiqin işini olduqca çətinə salırdı. Müstəntiq Dəyanət Qambayev yüksək peşəkarlıq və səbrdən kələfin ucunu açmağı bacarır. Bəlli olur ki, hadisə deyildiyi kimi ehtiyatsızlıq ucbatından törədilməyib, qəsdən törədilib. Düzdür, cinayəti qızın qardaşı törədib, ancaq 9 yaşlı qardaşı yox, böyük qardaşı Ramil. Nə tər yıxıldı? Başa tərəfə. Buradan yıxıldı başım. Böyük qardaşı Ramildən götürülən paltara həm məhkəmə trasoloji, həm də ballistik ekspertiza təyin olunur. Ekspertiza atəşdən sonra paltara hopan barıt hissi və barıtın xırda hissəciklərini Ramilin paltarında aşkarlayır. Eyni zamanda onun şalvarında olan xırda qan hissəciklərinin də bacısının qan tərkibi ilə eyni olduğu görülür. 11 dekabr 2002-ci ildə Ramil hadisə yerinə gətirilir və cinayəti necə törətdiyini göstərir. Bəs o bacısını niyə öldürmüşdü? Çox qəribə bir səbəblə. Adətən mühafizəkar insanlar bacısının öz qohumu ilə evlənməsini istəyir. Bu hadisədə isə biz ənənə ilə bir təzad görürük. Mərhum Xəyalə Elşad adlı xalası oğlunu sevirmiş. Bu
Bu sevgi qarşılıqlı olur və xalaoğlu xala qızı evlənmək niyyətinə gəlirlər. Ramilin isə uşaqlıqdan müəyyən səbəblərdən xalası oğlundan xoşu gəlmirmiş. Dəfələrlə bacısını bu sevdadan yayındırmaq istəsə də bunu bacarmır. Nəhayət 5 dekabr 2002-ci ildə onu evlərinin orta otağına gətirir. Son dəfə ona təkid edir və öldürəcəyi ilə hədələyir. Patronu yatağa qoyaraq tüfəngi ona tuşlayır. Xəyalə isə sən mənə nə edə bilərsən deyir. Bu zaman Ramil bir atəş açaraq bacısını qətlə yetirir. İşə Kürdəmirdə baxılır, hakimlər rayona ezam olunur. Məhkəmənin sədri Əli Sultan Osmanov olur. O müstəntiqdən ailə ilə bağlı maraqlanır. Dəyanət Qambayev mərhumun ailəsinin öz halal zəhməti ilə dolanan, kənd təsərrüfatı ilə məşğul olan insanlar olduğunu deyir. Ailə daxili bu faciənin bütün detalları analiz olunduqdan sonra məhkəmə çoxlarının gözləmədiyi bir qərar verir. Ramilə 7 il azadlıqdan məhrum edilmə cəzası təyin olunur. Belə hallar üçün düşünülmüş ən yüngül cəza.